Bir gün bir nəfər Həzrəti İsa-i Məsih əleyhissalamın məhzərinə gəldi və ərz elədi. Mən zina etmişəm, məni günahdan paçla. Qədimdə belə anlar çox olubdu. Ənbiyanın tarixini oxuyanda, İslam tarixinə müraciət etdikdə, biz bu halları müşahidə eləyirik. İnsanlar gələrmiş Peyğəmbərlərin huzuruna, etiraf edərmişlər, iqrar edərmişlər və günahdan paçlanmaq istəyərmişlər. Bunun özü, bu gələn, müraciət eləyən insanın imanından xəbər verir. Şəhvətinə, cəhalətinə uyub günah eləyibdi. Amma sonra qəflətdən ayılır, özün paçlamaq istəyir. Deyir, ölməmişdən qabaq bu dünyada paçlanım. Peyğəmbərin əli ilə paçlanım bu günahdan. Əgər bu adamın Allaha, Peyğəmbərə, qiyamətə imanı, əqidəsi olmasa gəlməz, bir çoxları kimi. Gəldi Həzrəti İsa-i Məsih ərz elədi ki, ya Ruhəllah, ey Allahın Peyğəmbəri, mən zina etmişəm, böyük günah etmişəm, məni bu günahdan paçla. Həzrəti İsa göstəriş verdi ki, elam etsinlər, bütün cəmaət bu günahkarı paçlamaq üçün hazır olsunlar. Daşqalaq edərdilər. Bu insanı cəzalandırmaq üçün bir çuxur yer qazırlar. O günahkar orada qərar tapdı və birdən baxdı, gördü ki, çoxlu cəmiyyət yığışıblar, gəliblər bunu cəzalandırmağa və hazırdılar. Bu proses bu cürdür ki, bu günahkar insan həmin o qazılmış yerdə bastırılır yarıya qədər. Qadın kişi fərq edir əlbəttə. Və insanlar onu cəzalandırırlar, daşlar atırlar. Bu ki, baxdı, gördü, çoxlu cəmiyyət yığışıb gəlibdi məni cəzalandırmaq üçün. Hamı da hazırdır. Uca səslə səslədi, ey cəmaət, hər kəs ki, özü günaha bulaşıb və cəzalanmalıdır, onun haqqı yoxdur məni cəzalandırsın. O adamlar ki, özləri bu günahları ediblər, bulaşıblar, cəzasını çəkməyiblər, paçlanmayıblar. Deyir, haqqı yoxdur məni cəzalandırsın. Bu prosesdə iştirak eləməsin. Bunu eşidən bu millət, yığılan cəmaət hamı dağıldı. Getdilər, 2 nəfər qaldı. Həzrəti İsa və Həzrəti Yəhya əleyhissalam. 2 xaloğlu Peyğəmbər. İkisi qaldı. Qalanlar getdi. İndi burada bir şey yadıma düşüb. Qədimdə cəmaət bir çox şeylərdə səmimi imişlər, etiraf edərmişlər. İndi fərzən belə bir vəziyyət yaransa, hamı duracaq. Çox az adam ola bilsin gedə. Bəli, bizim heç günahımız yoxdur ki. Hələ bir dənə günahkar bizim içimizdə sən eydin ki, gəlmişik səni cəzalandırmaq. O dövrdə insanlar imanları, əqidələri. Elə ki, hamı getdi, Həzrəti İsa qaldı və Həzrəti Yəhya qaldı. Mən bu xutbədə bu hədisi bunun üçün seçmişəm, bu hissəsi üçün. Həzrəti Yəhya yaxınlaşdı o günahkara. Yaxınlaşdı, dedi, ey günahkar, məni moizə elə. Subhanallah. İlahi Peyğəmbər, Həzrəti Yəhya Allahın Peyğəmbəridir. O əzəməti ilə günahkardan moizə istəyir. İlahi Peyğəmbər, Allah Qur'anda adını gətiribdi Həzrəti Yəhyanın. Ya Yəhya, xuzul kitabə bi qüvvə. Bu əzəməti ilə
gəlir günahkar insandan bu həssas bir anda nə edir? Moizə istəyir. Həzrəti Yəhya bilirdi nə edir. Çünki bu yaranmış vəziyyət sıradan bir vəziyyət deyildi. Həssas bir vəziyyət idi. Psixoloji nöqteyi nəzərdən, ruhi nöqteyi nəzərdən fürsət idi. Diqqət edin, fürsət idi moizə eşitmək üçün. Moizə eşitməyin, moizə etməyin fürsətləri var. Zaman var, məkan var, yaxşı şərait var, əhval var. Psixoloji vəziyyət yaxşı olmalıdır, insan moizə eşitsin və moizə istəsin. Bu günahkar öz əyağı ilə gəlib Allah huzuruna, Allah Peyğəmbərinin huzuruna. Ki, məni pakla. İxlası var, sədaqəti var, özü etiraf elədi, özü iqrar elədi günahına. Moizə üçün çox gözəl halı var bu adamın. İlahi Peyğəmbərlər də baxır adama. Görürdü Həzrəti Yəhya bu nə haldadır. Ona görə müraciət elədi. Bilirdi çox gözəl fürsətdir. Bu insanda elə bir ruhi vəziyyət yaranıbdır. Bu moizə etsə nələr deyər, nələr etiraf eləyər. Moizə belə hallarda çox təsirlidir və bu cür insanların moizəsi təsirlidir. Həzrəti Yəhya Allahın Peyğəmbəridir, yaxınlaşdı bu günahkara bu çətin anda ondan moizə istədi. Ey günahkar, məni moizə elə. Görək bu halda bu insan ki, bu hala düşübdür, Həzrəti Yəhyaya hansı moizələr edir? Çox təsirlidir. Məsələn, o adam day demədi ki, ya Nəbiyyallah, sən Peyğəmbərsən, sənə nə moizə? Mən öz hayımdayam, burax məni, istəmirəm danışam. Belə şeylər də olur. Bəzi insanlar çətin ana düşəndə özlərini unudurlar və belə şeylərə əhəmiyyət vermirlər. Amma gərək verirlər. Dedi, ey Yəhya, moizə eləyir. Burada bir dərs var ki, moizəni hər kəsdən qəbul etmək lazımdır. Həzrət Yəhya özü ilahi Peyğəmbər, amma günahkardan moizə eşidir. Sən kimsən məni moizə eləyəsən, mən özüm cəmaatı moizə eləyirəm, mən bu cürəm və s. Bunlar düzgündür. Görə moizə. Peyğəmbər və əzəməti ilə Cənab-ı Cəbrəilə buyurardı ki, məni moizə elə. Çünki insanın moizəyə eşitməyə ehtiyacı var. Çünki moizə insan ruhunu təmizləyir, saflaşdırır. Ey Yəhya, ehtiyatlı ol. Özüvi nəfsüvün ixtiyarında qərar vermə. Nəfsüvün əsiri olma. Nəfsani istəkləri və tabi olma. Əgər belə olsun, bədbəxt olacaqsın. Çünki bu adam özü nəfsani istəklərin qurbanıdır. Bu adam zina edibdir. Şəhvətinin qurbanıdır, əsiri idi. Moizə eləyir. Ya Yəhya, ey Yəhya, özünü nəfsani istəklərinin ixtiyarında qərar vermə. Nəfsani istəklərinin əsiri olma. Əgər belə olsa, bədbəxt olacaqsan. Əksər insanları nəfs bədbəxt eləyir. Nəfsani istəkləri bədbəxt eləyir. Ya Yəhya, nəfsani istəkləri və tabi olma. Həzrət Yəhya bunu eşitdi. Yenə məni moizə elə. Dedi, ey Yəhya, heç vaxt günahkar bir xətakar insanı məlamət eləmə, danlama, onu xilas etmə fikrində ol. Yanaşma,
münasibət, fikir müsbət olmalıdır. Filanı gördünüzdə nələr elədi. İnsanlar bir-birinə istəyir günah tapa, eyb tapa, xətasını tapa, onu ondan məlamət eləyə, danlıya, üzünə vura. Dinimiz bunu bəyənmir. Həzrət Yəhya bu moizəni də eşitdi. Dedi, yenə məni moizə elə. Günahkar dedi ki, qəzəblənməkdən çəkin, ey Yəhya. Qəzəb, bizdə deyilə əsəbləşmək. Qəzəblənmə. Elə ki, bu günahkar dedi, ey Yəhya, qəzəblənməkdən çəkin, qəzəbini kontrol elə. Həzrəti Yəhya dərhal dedi ki, kifayət eləyər. Bəsdir. Çox mühüm məsələdir. Hər adam qəzəbin, əsəbin kontrol edə bilmir. Bir çox sözlər, artıq danışıqlar, cinayətlər, səhvlər, qeybətlər və s. qəzəbi kontrol etmədiyimiz üçün, edə bilmədiyimiz üçün qarşıya gəlir.